Naxçıvanda bir sıra məscidlərə kitab rəfləri və hər birinə 100 ədəd olmaqla kitablar təqdim olunub. Qeyd edilib ki, Kitablar Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun hər məsciddə kitabxana layihəsi çərçivəsində Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Culfa və Ordubad rayonlarında, eləcə də Naxçıvan şəhərində yerləşən məscidlərə verilib. Məlumata görə, 2025-ci ildən başladılan təşəbbüsün əsas məqsədi məscidlərdə mütaliə mühitinin formalaşdırılması, milli mənəvi dəyərlərin təbliği, xüsusilə gənclər arasında oxu mədəniyyətinin təşviq edilməsi, habelə dini ibadət məkanlarının maarifləndirici və ictimai funksiyasının daha da gücləndirilməsidir. Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb. Ölkənin müxtəlif bölgələrində yerləşən məscidlərin kitabxanalarla təmin olunması mərhələli şəkildə davam etdirilir.